Gördüyünüz bu dəlik diafragmal dəlikdir. Əslində o aləti tam qapamalıdır. Böyük ölçüdə dəlikdir. Belə pasientlər həmişə öskürək, mədə turşusunun ağza geri qayıtmasından, yemək yedikdən sonra yaranan narahatçılıq hissi və ürək bulanmadan şikayət edirlər. Öd refluksu görürük mədədə. Mədədə çox saylı eroziyalar var, öd refluksu var. Mədə divarı gördüyünüz kimi hiperemikdir. Pasientin ciddi bir şikayəti yoxdur. 50 yaşı var, ilk dəfədir müayinə olunur. Müayinə olunmağa gecikməyin. 40 yaşı üstü hər bir kəs endoskopik müayinələrdən keçməyə tövsiyə olunur. Müayinələrimiz yüngül yük altında aparılır. Müayinələrdən qorxmayın. Unutmayın ki, erkən diaqnoz həyat qurtarır. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.